elm öyrənmək bilirsiniz ki, vacib məsələlərdəndir və din, İslam necə elmə qiymət verib, heç bir din, heç bir tərəf verməyib. Əlhamdülillah, həm elmə, həm alimlərə. Özünüz bilirsiniz ki, kim ki elm tələb eləyir, mələklər qanadların onun ayağının altına qoyurlar. Belə fəzilət yoxdur. Həmçinin Allah Subhanahu taala buyurur ki, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem qul, deyinə və qul Rabbi zidni ilmə əl-əyə. Yəni deyinən ki, Allah mənə elmimi artır. Baxmayaraq Peyğəmbər sallallahu aleyhi ve sellem xüsusən dəvətinin əvvəlində başqa şeylərə daha çox ehtiyaclı idi. Adama və s. mala və s. Lakin Allah Subhanahu taala buyurur ki, deyinən Allah mənə elmimi artır. Çünki elm gücdür, qardaşlar. Elm sabitliyidir, gücdür, necat tapmaqdır. Aydındır. Ona görə İslam əvvəl gündən cahilliklə mübarizə aparıb. Ona görə o qardaşlar ki, təzədirlər, təbii ki, təzə adam çox şey sualığı çıxır ortaya. Çox şey bilmir. Hətta namazda soruşqinə, öyrən. Özdə elm öyrənəndə balaca şeylərdən başla. Balaca kitabçalar götürür, oxu. Qulaq as tələbələrə. Tələbə varsa ki, dərslərinə otur, qulaq as, qeyd elə. Bunlar lazımdır mütləq. Ən birinci də təvhidi. Bəli, ümumən qardaşlar, elhamdülillah, Allah Subhanahu qəbul edirlər, bilirlər ki, Allah Taala səmadadır. Ümumən əhlüsünnə əqidəsini qəbul bilir, yəni təxminən ki, Allahı qiyamət gün görəcək. Təvhidin üç qismi, rububiyyə, uluhiyyə, əsma və sifət, isim və sifətlər necə gəlib o cürdür. Cənnət, cəhənnəm Allah Taala xəlq eləyib onları, indi də mövcuddur. Yəni qədərin xeyri, şəri hamısı Allahdandır. Və s. Yəni əqidədə nə gəlib, əqidəyə aid məsələlər, əlhamdülillah, ümumən hamısını bilirsən. Lakin təfsilatına gir, bacarsan, bacardığın qədər. Lakin eyib budur ki, bəzi qardaşlar ümumən də məlumatları yoxdur. Bu eyibdir. Ümumən götür, məsələn, Əhlüsünnə və Cəmaət əqidəsini oxu. Balaca kitabıdır. Bilginlə, bu mövzuda belə fikrimiz budur. Təkfir mövzusunda fikrimiz budur ki, təkfir, müəyyən şəxs, ümumən bir şey, ümumən demək olsa ki, bu şey, bunu eləyən kafirdir, lakin müəyyənə gələndə, tətbiq eləyəndə onun şərtləri var. Hər adam bu işə qarışmamalıdır. Təkfir vardır, bilginlə bunu. Kim başqa artıq sənə nə desə, bax, bilirsən, Kim başqa artıq biləcəksən, yox, bu bizlik deyil. Amma bilməsən, gəlib sənə deyəcək ki, bəs Allah Teala deyir ki, Maidə surəsində وَمْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهُ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ. Maidə 44. Bilsən deyəcəksən, nöşdü yandı. Davam elə, 45-də oxu. Çünki 44-də kafir deyir, 45-də nə deyir? Deyir fasik. Sonra davam elə. 47-də deyir zalim. Görsən, bilsən, o səni Allahda ölməyəcək. Amma bilməsən, sən düşəcəksən şübhəyə. Deyəcəksən, yox, Allah Teala deyib. Şübhə də düşdü ya, başlayacaq böyüməyə. Çünki şeytanın qapılarındandır. Şeytanın qapılarından bizə nədir? Qapılarından biri şübhədir, biri şəhvət və həmçinin qapılar da var yenə, şöhrət və s. və s. Ona görə şübhə gelir, ona görə sələf hətta adi bidətçilərə qulaq asmırdı. Bəziləri məsələn gələndə bidətçilər qulaqlarını örtürdü və yanındakilər deyirdi ki, qulaqlarınızı örtün. Sonra deyirlər, bir ayə demək istəyirlər. Deyir ki, yarısını da istəmirəm. Nədir? Şübhə düşər. Qəlbə şübhə düşər. Ona görə biz ancaq özümüzü necə qoruya bilərik? Elmlə. Elmlə, Allahdan sabitlik istəməklə, dua ilə, cəmaatda olmaqla, bu kimi. Ona görə tövsiyə budur ki, qardaşlar öyrənsinlər. Nə qədər şey var namaza aid, özü görsə oruca aid, nə qədər şeylər var. Dastamaza aid, qüslə aid. Bəzən görürsən, qardaşlar var, mən yadıma gəlir, bir dənə təkfirçi qardaşdır, neysə türmədən çıxdı, dedi, bir dənə təkfirçilən qalırdım bir yerdə, təyəmmüm ala bilmirdi. Dedi, məndən soruşdu ki, təyəmmüm necə alım?
özü təkfirçi danışır hakimiyyədən, hökm Allahındır və s. Təyəmmümü bilmir almaq. O problemdir. Ona görə birinci bu şeylərdən başlamaq. Allaha necə düzgün inanmaq, təvhid, sonra namaza aid, qüslə aid, təyəmmümə aid məsələləri öyrənmək, yavaş-yavaş irəliləmək. Amma heç nə öyrənmə, qal belə, bu olmaz. Bu olmaz, bu təhlükəlidir. Təhlükəli vəziyyətdəsən. Aza da bilərsən, çıxa da bilərsən və s. Allah səbərə gətirsin. Təzə ibadətə başlamanla bağlı, yəni sual. Deməli, təzə ibadətə başlayan müsəlmanlar, istər qardaşlar, istər bacılar, evdəkilərlə bəzi problemlərlə üzləşirlər. Görsən, onlar da bilirlər ki, namaz qılırsa, deməli, sonra Suriyə, İraqa gedəcək, ya da harasa partlatacaq. Bu müsəlmanlar necə müamilə edəsində, nə nəsə edəklərdir? Ümumiyyətlə, qardaşlar, bilgilən ki, İslam, kim məsələn, ümumən öyrən İslamın məqsədi nədir? Sonra gəlsin, eşitsin ki, kim başqa nəsə danışır bu məqsədə qarşı, bilgilən ki, bunda problem var. Qulaq asma, bilənlərdən soruş. Deyin, qardaş, bax, mən belə şey eşitdim. Ümumiyyətlə, var İslamda belə şey. Mən eşitməmişim deyirəm. Çünki mən eşitmişəm ki, İslamda insanları öldürmək olmaz. Öldürmək olar müharibədə. Öldürmək olar müharibədə, öldürmək olar hakim, cinayətkarı öldürə bilər məhkəmədən sonra. Amma belə məsələn tutaq ki, durub 5-10 nəfər gedib kimisə öldürməyi və ya razboy eləməyi, banditlik. Deyirlər, olar. Yəni, qonşuda bilirsən ki, pul var, geyib, yığışaq gedək, kafirdir. Qonşu kafirdir, gedək, razboy eləyə, ölür. Bu, İslam deyil, qardaşlar. Və ya özü patlatmaq. Ümumiyyətlə, belə şey yoxdur İslamda. Özü patlatmaq, necə Şeyx Albani deyir, Yaponların sünnətidir. Yaponlardan əsas sonra başladı kamikadzalar, o Amerikanın müharibə eləyəndə təyyarədə otururdular təyyarəyə, gedirdilər, çırpırdılar özlərini dəniz gəmiyə. Əsas onlardan sonra, İslamda belə şey yoxdur. Özdə kəmər ixtira ediblər özlərində, kəməri də ad veriblər. Şəhid kəməri. Belə şey yoxdur, qardaşlar. Yəni, problem nədədir, qardaşlar? O qardaşlar bazıları alladırlar. Onlar da elə fikirləşirlər ki, İslam bunu əmirləyib, gedir, özün patladır. Harada? Döyüş meydanında yox. Bağçada, avtobusda, metroda, bazarda. Qardaşlar, İslam deyil. İslam deyil, İslam. Sən bilsən ki, İslam insan öldürməyi qadağan eləyib. Bilsən ki, İslamda özünü qəsd eləmək olmaz. Bilsən bunu, sonra kimsə gəlibsə ki, nə oturmuşsan burada? Orada insanları, müsəlmanları öldürürlər, sənsə burada oturmuşsan və s. və s. Deyirəm ki, deyən, belə olmaz axı. Yəni, hissiyatla, emosiyalara qapılmayın. Bir də hərdə adıma gəlir, görürsən ki, şeytan da başlayır, əla, başlayır qıdıqlamağa. Deyir, əla, hə. Deyirsən, İslam belə, qızışdım belə. Olmaz elə, olmaz. Onu qoy cüvvə. Yəni, var dinimiz, var ümumən ümmət, var ümumən dəvət. Bir dənə sənə görə koruya bilərsən vəziyyəti. Olmaz elə. Onlara deyirik ki, tövbə eləyin, tövsiyə eləyin, tövbə eləyin. Suriya zad, olarsa boş şeylərdir. Bəli, boş şeylər, boş çıxışlar, şuarlar, alladıcı şuarlar ki, ged ora cənnətə qazan. Qardaş, cənnət sən anamın ayağının altındadır. Cənnət, elə evində var cənnət. Cənnətə qazanmaq istəyirsən. Qadın cənnətə qazanmaq istəyirsə, iffətin qorusun, ərə getsin, ərinin razılığını qazansın, yaxşı övladlar, tərbiyəli övladlar tərbiyələndirsin. Əlhamdülillah, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, qadının cənnətə girən səbəblərindən də biri, əgər əri ondan razı qalsa. Cənnət hələ evdədir. Kim cənnətə istəyir, hələ evində nail ola bilər. Və lakin Suriyada cənnət deyir ki, kimsə çağırır ki, Suriyada cənnət var, vallahi böyük səhvdir. Böyük səhvdir. Ona görə
özünüz də görürsünüz ki, nə qədər cavanlar getdi. Nəysə nail bəziləri getdilər, peşman oldular. Bəziləri qayıtdılar. Bəziləri qayıda heç bilmədilər, öldürdülər onları. Bəziləri getdi, dedilər, siz də kafirsiniz. İşi də təkfir elədilər. Onlar gedəndə onlar elə fikirləşdilər ki, onlar hamısı təkfirçidir. Getdilər, gördülər ki, yox, bunlar təkfirçi deyirlər hamısı. Orada da cahili üzr görənlər var, aralandı var idi. Aydındır. Dedilər, bunlar da kafirdir ki. İşit bunları öldürdü. Dəlxana. Ona görə qardaşlar, bunlar hamısı nədir? Heç bir alim ora üçün cavab deməyib, heç bir. Biri deyirdi gizlin, deyirdi ki, cavabdır, amma heç keçitmə. Sonra çıxdı söhbət, qırağa. Diriyəndə onu dedi ki, mən deməmişəm, Lüheydan deyib. Lüheydan heç şey deməyib. Lüheydan da, başqaları da onu deyə bilər, bəli. Məsələn, sənin ölkəndə müharibə gedir, kəndimi mühasirə alırlar, gəlirlər, qırırlar cəmaatı, alimi qoru, namuslu qoru, o başqa məsələ. Amma hətta oradakilər ki, orada qoşulmaq olan o dəstələrindən zat düzgün deyildi. Çünki hər şey olanda, qardaşlar, hər şey olanda, çıxırsan, tərk edirsən oranı. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem tərk elədi? Peyğəmbər sallallahu aleyhi ve sellem üstünsən, yoxsa qeyrətlisən? Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkəni tərk elədi. Tərk elədi, qorudu cəmaatı. Ona görə, qardaşlar, o cür şüallar ki var, Suriyə, şəhid, kəmər şəhidi, şəhid avtobusu, şəhid kəməri, nə? Bunlar hamısı boş söhbətlərdir. Yoxdur İslamda belə şey. Yoxdur. Ona görə sən bunu biləndən sonra, elhamdülillah, birdən kimsə yad gəlib fikir söyləsə, bir gələn ki, qardaş, burada nəsə problem var. Dərhal inanma. Ona görə qardaşları tövsiyə eləmirik, hər kəsə inanmaq. Ancaq elmi alimlərdən götürmək, salamat elm tələbələrindən, hər adama qulaq asmıyor, YouTube'dur və s. Sizə kitab, adi kitab. Hətta belə təhlükəli fikirlər olmasa yenə, görürsən ki, müəllif yoxdur. Soruş bilən qardaşlarda, əlhamdülillah sizdə Seymur var, əlhamdülillah. Soruşun. Yəni, başqa rayonlarda sizdə bir şey yaxşı deyil, Seymur buradadır, əlhamdülillah. Kitab oxumaq istəyən, soruş qardaşdan. Qardaş, bu kitab, mən müəllif adı yoxdur və ya var, bilmirəm, kimdir? Oxumaq məsləhətdir. Hətta təyyümümdən. Və ya YouTube'da bir dənə sayt var. YouTube'da bir dənəsi var, gözəl danışır. İslam qışqırır, belə, İslam, belə. Amma mən yenə şeylərində, kimdir o? Filan kes. Onlar qulaq asma, yoxsa yox. Nə var ki burada? Bunu elə bilərsən. Yəni, qoru özü. Hər adama qulaq asma. Allah subhanətlə buyurur ki, yer üzündə çoxsunu qulaq assın, səni azdırarlar. Ona görə qardaşlar, ehtiyatlı olun. Ehtiyatlı olun və çox təəssüf ki, çoxsu bu fikirləri düşənlər cavanlardır. Məsələn, yaşlılara gəlib danışsa, ki, qardaş, nə oturmuşsan, get. Biləcək ki, uşaq da gəlib danışır mənə. Mən üçün şey eləyir də. Amma görürsən, cavan allanır. Hansı yoldan gəlirlər, orada müsəlmanlar öldürürlər. Orada qadınları zorlayırlar. Uşaqların şəkillərini belə göstərirlər belə. Uşaqlar öldürürlər. Bəs biz nə deyirik? Biz deyirik ki, zəifsənsə, girişmə belə şeylərə. Girişirsən, öldürürlər, qışqırırsan, bizi öldürürlər. Bəs biz bunu deyirik də, zəifsənsə olmaz belə şeylər. Siz isə deyirsiniz, biz deyəndə ki, olmaz, deyirsiniz, qorxaq, hökumət adamı, nə bilim, nə, cipə görə deyir ki, bizə cihad eləmə. Uşaq söhbətlərdir. Və biz bunu deyirik. Qışqırırlar, cihad, başlayaq. Deyə qardaşlar, Çiçenistan'da oldu, nə oldu? Suriyada oldu, nə oldu? Hətta cəmaat bilsiz necədir, belə kütlə. Hətta, məsələn, devirirlər hakimi, xaos olur, xaos, hərciməclik. Məsələn, Qəzzafi, dəli idi. Dəli idi, ola bilsin, belə hakim idi, lakin təkfir eləyənlər olmuşdu. Lakin indi Libiya,
əhalisindən soruşsan, sıravi adamlardan çoxsu deyəcək, hələ Qazzaf olsaydı yaxşı idi. Əminəmanlıq var idi. Nələr baş verir, dəhşət. Suriyanı daha danışmıram. İraq. Ona görə qardaşlar, belə çıxışlar biz deyəndə, biz qorxaq olmamıza görə yox, yaltaq və s. və s. Ona görə yox, dinimiz elə deyib. Dinimiz elə deyib. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, düşmənlə görüşməyi arzulama. Bu saat deyir, cihadda qızışdırın, başlayaq. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, düşmənlə görüşməyi. Çünki birdən uduzarsan, arxada qadın var, onlara fikirləşmək lazımdır, uşaq var, qoca var. Peyğəmbər sallallahu aleyhi ve sellem döyüşüb, dərhal yox, tərk edib Məkkəni, sülhə gedib onlarla, baxmayaraq, sülh adil deyildi. Sülhə gedib onlarla, güc olsa da, onları şeyləməyib. İslamı əsas məqsəd olub ki, İslamı şeyləyin və salam. Ona görə qardaşlar, bunu başa düşün, özünüz görürsünüz ki, şübhələr çoxdur və problem də nədir? Şübhələr o qadardır, Qurandan dəlil gətirirlər. Hətta sufilər Qurandan dəlil gətirir. Filənin Naxşibanditləri və ya Şaziliyyələri, nə bilim, Nurçuları, cür və cür doludur. Qədiyaniyyələri, nə bilim, Düyubəndiləri və s. və s. doludur. Hamısı Qurandan dəlil gətirir. Və sünnədən dəlil gətirir, Buxari, Müslimdən. Ona görə şübhə çoxdur, ona görə cavan söz, çox qardaşlar cavandır, təzədirlər. Anlamayın belə şeyləri işləndə.